Salam, mən Vüqar İmanov. Salamatlı budur növbəti buraxışında hamınızı salamlayıram. Bugünkü mövzumuz sağlam həyat tərzi haqqında olacaq. Sağlam həyat tərzi və artıq çəkilərdən qurtulmaq üçün fitnesslə məşğul olmaq şərtdir. Siz əgər fitness müəllimisinizsə, sizə müraciət edənlərə doğru məşq proqramları təqdim etməlisiniz. Vikonu düz elə, bunu arxaya ver. Ay sol, və belə. Yaxşı. Müəllim, sizin zalda satdığınız idman qidalarının kişiliyə ziyanı yoxdur. Yox, Ürəm, nə ziyan olacaq ki? Özüm də istifadə edirəm, görmürsən. Gid məşq edirəm, narahat ol. Vika, düz elə də bunu. Ay müəllim, sizin hərəkət eləmədim. Ayamdır, Gürcəkdən gəlsən, neysən, 5 dənə maaş dəyişsin. Nə isin mən? Davay məşq elə, ver görüm qabağa. Tam güc, davay. O boyda şişirtməyə ehtiyac yoxdur, deyirəm. Yaxşıdır da. İdeal bədən quruluşu üçün hardan başlamalıyıq? 27 il əvvəl papanla mamanın tanış olduğu vaxtdan. Zaman maşinlə gedib həmin günə çatıb, tanış olmaqla mane olmalıyıq ki, başqa genetikada doğulasan. Başqa cür olmaz. Davay, beqavoy, yer. Müəllim, məşqin ödənişi nə qədərdir? Bax, qıraqdan baxanda, pisdir. Səviyyəsi 50 manat. Uf, bal. Bu 100 manat. Of, bu nədə? Səviyyəsi 200 manatdan başlayır. Sizcə istədiyim bədəni yığa biləcəm? Bacararsınız? Nasıl, Vidadi müəllimin səndən əvvəl saatlatın kim yığmışdı? Mən. Onun zövqünü mən bilirəm, narahat olma. Davay, push. Başla. Vüqar müəllim, zalın qabağında 3-4 oğlan dayanıb, oradan keçəndə nə bomba şeydi zat deyirdilər. Xanım, onlar bizim elə bir şey motivasiya qrupumuzdur. Yeni məşqə başlayanlar üçün elə şeylər dezdirəm ki, öz güvənləri artsın. Gəliləmdir. Moment! Müəllim, mən arzuladığım bədən quruluşuna necə nail ola bilərəm? Sən bu Firdovsun müəllimin arzuladığı bədən quruluşuna nail ol, çörək tapasın. Davay, başla. Müəllim, mən neçə aya sizə kimi ola bilərəm? Mən olmaq sən, görmüsən pinlərlə gəzənmirəm. Bu sual get müəllimlərinə verərsən. Təhər oldu bir. Mamed, oradan bir dənə banarlı kokteyl elə də. Üstünə də şey səflənə ondan. Müəllim, beqavoy darışqı yoxdur, necə eləyim mən? Qaç Fasmoyun bazarından altına qutabal gəl, yeri. Qaçmaqda nə olacaq, yeri. Mamed, ondan, hay sor. Müəllim, 6 ayda gəlirəm, bir irəliləyiş var, bir böyümə var. Aylığı zat da vermirsən. Nədə, vay. Bu nə vaxt belə dəyişdi? Salam. Buyur. Bu nə deməkdir? Razvalka kamera qoyublar burada. Nə qoyub, kim qoyub? Nəsə yəni, yox xanım, bizdə kamera zat yoxdur. Elə şey olur. Mamed! Müəllim, mən yeni başlamışam. Siz cavabları məndə? Əlbəttə, düzgün məşq proqramı ilə davam eləsə, nəticəni görəcəyik, narahat olma. Davam eləyək. Zala gedirsinizsə, xüsusi məşq proqramı və məşqçi nəzarəti şərtdir. Vüqar bəy, bu həftə heç olmasa 3 kilo çəki atsaz, yaxşı olar. Püjmanla ət alıb yeyirəm, mən. Niyə atım yox kalorini? Heyfim gəlir Allah. Biz qabaqdan da qışarır. Vüqar bəy, necə oldu ki, bu qədər artıq çəki aldınız? O hamısı o çörək atandan sonra oldu da. Məhəllə mağazası bizim evdən 3 kilometr uzaqdaydı. Elə məni elə formada saxlayan elə o boyda yola gedib çörək almaq imiş. Cizim də elə abi. Mənim sizə after before şəklimi göstərim, bir il əvvəlkinə indiki, baxın. Ay maşallah. Ay nə maşallah, ana verdim proqrama. Bir ildir gəlib gəlirəm, Türkiyimdən başqa heç nə dəyişməyib. Cəmaət Instagramda da paylaşım, mən nə paylaşım? Baba, sən bilirdin ki, sənin genetikan it günündədir. Məcbur idi evlənmək. İndi mən bu qarınla nağarım. Mən niyə əziyyət çəkirəm mən burada? Neçə patxod eləmsən? Vallahi elə bayaqdan oradakı o sarışını elə təkcə patxod eləm, nömrəsini vermir. Görək axı kimi nə olur. Qılçalarım. Bax, səni verənə şükürəm. Noxulcal, kakpolajına, qoy sonsuna gələm indi. Gördük, qırıldıq ağacımızdan, bu nədir? Qidalanmağa fikir ver. Əsasən nə ilə qidalanırsan? Vallahi elə bu günə kimi eşək kimi basıb yemişəm, amma sırf qidalanmağa bu gündən başlayacağam. Narahat olmayın, sən elə proqram verəcəm ki, aralayacaqsan. Ay yox, mənim başım bıraq, mənim arxlamağım üçün dövlət proqramı lazımdır. 2026-2029-cu illəri əhatə eləyən zat, bax belə bir şey. Başım bıraq. Düz eləmirsən, bugün səndə sinə məşqidir. Valla başını bıraxmışam. Mən nə məşq eləsəm, özümə onca böyüyür. Bu nə proqram deyə mənə vermişsiniz?
Çox üzr istəyirəm. Çöldəki Lexus sizindir. Bəli, mənimdir. Ayamdır, 300 minlik maşının var. Sən onsa hamının xoşuna gəlsən də. Nəyə məşq edirsən ki? Ağsaqqal, elə bil kuryer işləməyə gecikmi səni. Ağsaqqal, ya sən üzü qurt qapısına doğru geysən, hə? Vüqar bəy, məşqlər necə gedir? Allah, özümü gümrah hiss edirəm. Artıq 6 kilo çəki atmışam. Sağlam həyat tərzi üçün yoga ilə də məşğul ola bilərsiniz. Həm ruhunuz, həm də bədəniniz sakitlik tapar. Yaxşı elə. Zor eləm. Gəlib sən orada ağzımı da cıraram. Sox yerinə. Sox yerinə dedim mən. Mənim beynimlə oynama, o s**laq şeyəm. Yoga ruha toxunmaqdır. Daxilən rahatlığa qovuşub, bütün negativlərdən arınmaq sənətidir. İndi isə keçək növbəti hərəkətimizə. Barmaqlarımızı belə tutaq. Cüzü xəncərlə oxşadı. Xəncər düşdü beynimə. Durun getdik xəncəri. Davay. Müəllim, yoga harda yaranıb? Fəlsəfəsindən danışa bilərsiniz? Vallahi təzə açmışam buranı. Elə dünən çayxana idi. Dedilər yogada baba tur var, mən də açdım. Belə çox da başını çıxır eyvallah. Tutun barmaqları tutun. Dostlar, yoga uzaq şərqdə yaranıb, ruhun və bədənin vəhdətini özündə ehtiva edir. Görürsünüz, uzaq şərqdə insanlar öz rahatlıqlarını axtarırlar. Amma yaxın şərqdə qoydu. Bir-birlərinə raket atırlar. Negativdən uzaq. Dəli nəfəs. İçimiz qaraldı, durun bir qolqana da açaq. Ya Allah. Gəlmə. Müəllim, mən daxilən rahatlıq axtarıram. Ona görə yoganı seçdim. Bilirsiniz, gündəlik qayğılar, evin ipotekası... İpoteka varsa başını bırax. Sən heç yerdə rahatçılıq yoxdur. Tu vızqa çüklə, davay. Müəllim, mənim 4-cü çakramı açmısınız. Valla mən aça-aça gedirdim, fikir vermədim neçənci. Gözümüzü yumaq. Müəllim, mənim 2-ci çakramı açmısınız. İkinci çakran açılmadı. İndi salidol vuracam yumşalsın. Az bura gəlir kimi elə bir çakra zat, birinci çakra. Gözə yumaz. Məzələmə, nə danışırsan? Allah kömək olsun. Gələm, davay. Tələbəm deyə yogaya gəlirdi. Deyir adam çaxlayıb. Bunun çakrasını açmışdım axı. Nəysə, siz gözünüzü yumun gəlin. İndi isə gözümüzü yumaq. Yumun. Aysa, yarımca saat belə qalın, bir dənə ölü yerinə dəyib gəlirəm. Yaxşı. Ya Allah. Ruhumuz, bədənimiz, fikrimiz birləşir. Ruhumuz pis enerjilər. Deyib o yuxarıdakı edilən ki, gəlib indi o dirəyi əlindən alıb, çakrasını dağıdacam. İmkan versin 5 mat pulumuzu qazanır, yeri. Yoga idmandan daha çox həyat tərzidir. Dostlar, gündəlik olaraq fiziki və zehni yorğunluqlar olur. Bu zaman yoga özünüzü gümrah hiss etməkdə kömək olacaq. Bugünü də bu qədər dostlar. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Hansı mövzuya toxunmamı istəyirsinizsə, şərh bölümündə qeyd edin. Çəkilişdə yaratdığı şəraitə görə isə JV Fitness salonuna təşəkkürlərimizi bildiririk. Sağ olun, salamat qalın.